olan ən son xəbərləri diqqətinizə çatdırdım, amma dalğanı dəyişməyin. Efirimiz həmkarım Vasif Akiflinin təqdimatında danışır psixoloq verilişi ilə davam eləyəcək. Real FM. Danışır psixoloq. Axşamınız xeyir olsun dəyərli Real FM dinləyiciləri. Salamlayıram hər birinizi bu saatımızda. Yenə də həftənin bu günü bu saatı Danışır psixoloq sizinlə bərabərik və qonağımız olacaq təbii ki, valideynləri, müəllimləri və bir çox ailəni maraqlandıran vacib bir mövzudan danışacağıq. Nitq patologiyaları, uşaqlarda danışığın gecikməsi, sözləri düzgün tələffüz etməmək, kəkələmə və ya səslərin qarışdırılması sadəcə keçici haldırmı yoxsa mütəxəssis müdaxiləsi tələb edən problemmidir? Bu və digər suallara aydınlıq gətirmək üçün bugün studiyamızda sahə üzrə mütəxəssis qonağımız var. Logos Psixoloji və Nitq Mərkəzinin baş loqopedi Ülviyə xanım Qurbanova bizimlədir. Vaxtınız xeyir olsun, xoş gəlmisiniz. Salam, xoş gördük. Sizinlə televiziyada çox proqram müzakirə etmişik, çox mövzuları danışmışıq bərabər. Çox xoş oldu ki, dəvətimizi qəbul etdiniz və radioda da yenə Danışır psixoloq deyirik. Çox sağ olun, təşəkkür edirəm bizim bu sahəyə verdiyiniz diqqətə görə. Bu həm valideynlərin maariflənməsində, işimizin daha irəli getməsində çox böyük təkandır. Mən təşəkkür edirəm. Nömrələrimizi qeyd edim, ondan sonra mövzumuza başlayaq. 077 710 71 07 WhatsApp nömrəmiz ixtiyarınızdadır. Suallarınızı ünvanlaya bilərsiniz. 404 15 94 nömrəsindən zəng vurub birbaşa mövzu ilə bağlı suallarınızı mütəxəssisimiz ünvanlayıb cavablarını yerində müzakirə edə bilərsiniz, danışa bilərsiniz, suallarınızın cavabını ala bilərsiniz və TikTok canlı yayımımız açıqdır, amma sürücülər buna baxmasın, sadəcə dinləsinlər. Çünki yol təhlükəsizliyi qaydalarına riayət etmək ən vacibidir. Ülviyə xanım, istərdim elə başlayaq vaxt itirmədən. Nitq patologiyası nədir və hansı həlləri əhatə edir? Ümumiyyətlə, nitq patologiyaları hansı fonda özünü göstərir? Biraz buna açıqlama gətirmək istəyirəm. Bu patologiyalar səs tələffüz pozulmalarında özünü göstərir, ümumi səs pozulmalarında göstərir, nitqin temporitmik tərəfinin pozulmalarında göstərir, nitqin məna tərəfinin pozulmalarında, oxu və yazı proseslərinin pozulmalarında özünü göstərir. Uşaqlarda nitq problemləri ən çox hansı yaş dövrdə üzə çıxır? Ümumiyyətlə, nitq 1 yaşdan artıq başlayır daha geniş formada özünü göstərməyə, yəni inkişaf etməyə. Uşaqların anadan olduğu gündən deməli olar ki, 5-6 yaşına qədər nitqin aktiv formalaşma dövridir və təbii ki, bütün problemlər də bu formalaşma dövründə özünü daha aydın nəzərdə çarpdırır və erkən yaş dövründə uşaqların nitqi necə inkişaf edir, valideynlər tərəfindən bu dəyərləndirir. Artıq uşaq danışmağa başlayır, öz fikirlərini ifadə edir. Yəni onun söz balansı getdikcə çoxalır. Bax, bu kimi fonlarda uşaqlarda baş verən hər hansı bir patologiyalar təbii ki, ilk növbədə valideynlər tərəfindən sezilir. Ümumiyyətlə biz elə valideynlər də bizi dinləyir. Maraqlıdır ki, uşaq doğulduqdan sonra hansı ayından, hansı yaşından sırf danışmasını mı gözləməliyik ki, ya da danışmadığını gördüyümüzdə mi gəlməliyik loqopedə, yoxsa bunun bir müayinəsi var? Uşağı aparmalıyıq, müayinədən keçməlidir. Necə olur bu sistem? Ümumiyyətlə, nitq bizdən asılı olmayaraq öz-özünə inkişaf edən bir prosesdir. Yəni ki, burada kənar müdaxilələr o qədər vacib deyil. Bu, o hansı dövrü əhatə edir? Bu, 1 yaşına qədər olan dövrdür. Bu, nitqin formalaşmasının 1 yaşına qədər olan dövri, deməli, qeyri-verbal bir nitq inkişaf mərhələsidir. Burada uşaqlarda ən çox ünsiyyət və nitqi anlama formalaşır. Yəni, uşaqlar ifadə edə bilməsələr də bir çox anlayışları artıq dərk edirlər. Təbii ki, bu da uşaqların ailə ilə ünsiyyəti prosesində özünü formalaşdırır və sonraki dönəm isə 1 yaşdan sonraki və 5 yaşa qədər olan bir dönəmdir ki, burada nitqin daha geniş inkişaf etdirilməsi belə nəzərə çarpır və bu dövrdə uşaqlarda səs pozulmaları özünü göstərə bilər, ümumiyyətlə nitqin gecikməsi özünü göstərə bilər, kəkələmə özünü göstərə bilər. Uşaqlarda bax bu kimi olan patologiyalar təbii ki, bu zaman artıq mütəxəssis tərəfindən dəyərləndirilir, diaqnostik bir iş aparılır və hər bir uşağa uyğun olaraq fərdi iş proqramı tərtib olunur. Təşəkkür edirəm. Telefon xəttində dinləyicimiz var, Yeganə xanım bizimlədir. Alo, vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Elə sinepri dinləyirdim. Mənim də 11 yaşında qızım var. Nitq problemi var.
bunu nə ilə əlaqələndirmək olar? 11 yaşında qızınız var, nitq problemi var. Problem deyəndə nəyi nəzərdə tutursunuz? Biraz mütəxəssisimizə belə ipucu versək. Nitq problemi də belə deyək, danışmağında kəkələmələri olur. Bir dəfələrlə həkimə aparmışam. Elə müalicə elətdiririk, hələ heç bir demək olar ki, dəyişiklik o qədər də yoxdur. Mən valideynə sual vermək istəyirəm ki, mütəxəssis loqoped tərəfindən hər hansı bir terapiyalar aparılıbmı? Bəli, dil masajı olunub. Bəzi də müalicələr olunub, psixoloqun da yanına aparmışam. Yəni deyiblər tədricən olacaq, ancaq hələ heç bir dəyişikliyi yoxdur. Terapiya müddəti nə qədər gedib? Elə bil 3 aydan bir 15 gün, 20 gün, belə gün aşırı. Bəli, əslində 3 aydan bir yox, bu davamlı iş prosesində olmalıdır və burada həm loqoped, həm nevropatoloq, həm də psixoloqun ümumi bir kompleks işi həyata keçirilməlidir. Çünki kəkələmə özü mürəkkəb bir problemdir və bu mürəkkəb problem olduğuna görə burada davamlı iş getməlidir və burada uşaqla ailə, uşaq və mütəxəssisin birgə işi tələb olunur. Sizin belə bir sual vermək istəyirəm. Sizin uşağınızda kəkələmə hansı yaşdan özünü göstərir? Elə dil açanlarla hiss elədi. Prosta həmin vaxtdan da aparıb gətirdim həkimə. Sonra getdikcə baxdım müalicələr getdikcə düzəlməlidir. Demək olar ki, elə düzəlməyə doğru olmayıb. Əslində deyək ki, nəslimizdə və yaxud da yoldaşım tərəfdə, bir tərəfdə elə bir şey yoxdur. Yəni genç söhbəti deyil də. Aydındır. Ümumiyyətlə kəkələmə həm genetik faktorlara əsaslanır, həm də burada ali sinir fəaliyyətinin pozulması və fonunda da özünü göstərə bilər və bir də psixoloji durumlardan asılı olaraq kəkələmə özünü göstərə bilər. Yeganə xanım, zənginiz üçün təşəkkür edirik. Ümidvarıq faydalı olduq. Elə bunu da fürsət bilib Ülviyə xanıma sponsor haqqında məlumat verim. Həm də adreslərimizi və telefon nömrələrimizi çatdırmış olaram. Qeyd edim ki, 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektri pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya, özgüvən problemi və şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicəvi idmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Sponsor haqqında məlumat da çatdırdım. İstərdim elə biz davam edək yenə də mövzumuza. Nitq gecikməsi ilə nitq patologiyası arasında fərq varmı? Elə az əvvəl Yeganə xanımın əslində sualında bu var idi. Bu fərqi istərdim danışasınız. Uşaqlarda nitq ləngiməsi hansı yaşda göstərir? Artıq uşaqlar 1 yaş yarım, 2 yaşında da danışmağa başlamırlar. Bu ümumi normal bir inkişaf gedişi də ola bilər. Burada mühüm bir patologiya da ola bilər. Ona görə də uşaqların inkişafı dəyərləndirilməlidir. Ola bilər ki, uşaqlarda ünsiyyətsizlikdən, diqqətdən kənarda qaldıqlarına görə və nitqdən ümumi işlənilmədiyinə görə, uşaqdan nitq tələb olunmadığına görə belə bir haşiyə çıxmaq istəyirəm. Bizim xalq olaraq belə bir mentalitet var ki, uşaqlara imkan vermirik öz fikrini ifadə edə. Elə onu, bunu biz uşağı danışmağa sövq eləmirik. Zərər mi veririk biz bununla uşağa? Təbii ki, artıq biz hər bir işi özümüz həyata keçirdirik uşaq əvəzinə. Bu isə uşaqda bir arxayınlıq, tənbəllik yaradır. Ola bilər ki, belə bir fonda nitq ləngiməsi özünü göstərə bilər və yaxud uşaqların ümumi inkişafında burada deməli nevropatoloq dəstəyi mütləq lazım olur ki, uşaqların inkişafında ötürücülük, mərkəzi sinir sistemində hansısa bir kənara çıxmalar, zədələr fonunda da nitq ləngiməsi özünü göstərə bilər. Ona görə də biraz uşaqların inkişafına qarşı diqqətli olmaq lazımdır. Vaxtaşırı nevropatoloq müayinələrindən keçmək lazımdır və mütəxəssislər
mütəxəssislərə müraciət etmək lazımdır. Yəni ki, burada normal bir inkişaf gediş, nitq inkişafı mərhələsidir, yoxsa hansısa bir patologiyadan irəli gələn nitqin gecikməsi halıdır. Bax, bunlar ayrı da olunmalıdır. Təşəkkür edirəm Ülviyə xanım. Təkrar nömrələrimizi qeyd edim. 077 710 71 07 WhatsApp nömrəmiz ixtiyarınızdadır. Suallarınızı ünvanlaya bilərsiniz. 404 15 94 nömrəsinə birbaşa zəng edib canlı efirimizə qoşularaq mütəxəssislə sizin maraqlandıran, narahat edən mövzular haqqında suallarınızı ünvanlaya bilərsiniz. Və təbii ki, Ulduz 4648 Logos Psixoloji və Nitq Mərkəzinin qaynar xəttidir. Respublikanın bütün ərazilərindən filiallarımızla bağlı zəng vurub suallarınızı ünvanlaya bilərsiniz. Telefon xəttində dinləyicimiz var. Emin bəy bizimlədir. Emin bəy, vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Allah sizdən razı olsun, təşəkkür edirəm. Siz necəsiniz? Yaxşı olasınız, təşəkkür edirəm. Buyurun, biz sizi dinləyirik. Sizin mövzu səfərimizə kəkələməkdən mövzu gedirdi. Bəli. Söhbət açılırdı. Mənim əsasım balaca qardaşım, hansı bir 40-dan çox yaşı var. O balaca vaxtı sarılığa tutulmuşdu. Ondan sonra ona çoxlu iynə vuruldu falan filan belə elə. Ondan sonra o belə deyə də nervni sırf deyə də, yəni əsəb pozuntusu. Danışanda bugünkü gündə o kəkələnir. Yəni kəkələyir. Yəni o bax belə bir şeylərdən də kəkələmə əmələ gəlir, qorxudan da əmələ gəlir. Yəni kəkələmənin çox yolları var ki, nəyə görə kəkələyir. Mənlə qardaşımda, yəni bizim fakt gördüyümüz bugünkü gündə kəkələmənin məqsədi bundan əmələ gəlir. Elə bununla bağlı mütəxəssisimiz də öz fikrini bildirsin. Nədən sonra nə ola bilər? Bəli, mən dinləyicimizi salamlayıram. Çox sağ olun diqqət yetirdiyinə görə. Kəkələmə dedik ki, mürəkkəb bir prosesdir. Burada səbəblər müxtəlif ola bilər. Ən başlıca səbəb ali sinir fəaliyyətinin pozulmasıdır. Yəni burada mərkəzi sinir sistemindən söhbət gedir. Onu qaynaqlandıran mənbə nədir? Ola bilər ki, dinləyicimiz qeyd etdiyi kimi o müəyyən iynələr, dərman terapiyaları onun mərkəzi sinir sistemini hansı dərəcədə zəiflədibdir. Yəni mənfi təsir göstəribdir. Burada psixoloji stresslər özünü göstərə bilir. Burada genetik faktorlar özünü göstərə bilir. Ailə daxili problemlər özünü göstərə bilir ki, bu kimi hallar kəkələmənin əmələ gəlməsinə səbəb olur və kəkələmə həm uşaqlarda özünü göstərə bilir, həm böyüklərdə. Uşaqlarda özünü göstərən kəkələmə funksional bir kəkələmə hesab olunur. Bu ən çox 2-5 yaşlı uşaqlarda nitqi təzəcə danışmağa başlayan, nitqi açılan uşaqlarda olur. Amma böyüklərdə olansa artıq orqanik xarakterli kəkələmədir və dinləyicimizin qeyd etdiyi kimi qardaşında özünü göstərən kəkələmə artıq orqanik bir xarakterli kəkələmədir ki, onu da aradan qalxmaq üçün zaman və pasiyentin özündən daxili istək və burada psixoloq, nevropatoloq, bəli, loqopedin birgə dəstəyi, kompleks işi həyata keçirilməlidir. Emin bəyə zənginə görə təşəkkür edirik. Ümumiyyətlə Ülviyə xanım, bir sual vermək istəyirəm, elə bu mövzuya aid bir sualdır. Nə qədər tez-tez rast gəlinən hadisədir bu? Hansısa bir xəstəlik keçiririk, xroniki müalicələrimiz olur, müayinələrimiz olur, qəbul etdiyimiz dərman preparatları, keçirdiyimiz əməliyyatlar olsun, fərq etmir. Bunlar bizə nə qədər təsir edə bilir ki, bizim nitqimizdə problem yaransın? Yəni bu düzgün olmayan dərman terapiyalarının qəbulu, düzgün olmayan həkim müdaxiləsi ola bilər, düzgün olmayan yanaşma ola bilər ki, bizim birbaşa mərkəzi sinir sistemimizə təsir göstərir. O nüansa toxunmaq istəyirəm ki, əslində sizin vasitənizdən biz əməliyyatlardan, müalicəvi işlərdən qorxmamalıyıq ki, bizim nitqimizdə problem çıxa bilər. Düzgün aparılmayan. Əslində düzgün aparılmayan iş təbii ki, hər bir işdə olduğu kimi burada da öz mənfi təsirlərini göstərir və bu əlavə yan təsirlər insanın nitqinə təsir göstərə bilər. Ümumiyyətlə, mərkəzi sinir sistemində baş verən kənara çıxmalar ilk növbədə nitqdə və davranışda özünü göstərir. 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarınızdadır. Suallarınızı ünvanlayın, biz burada onlara cavab verək. 404 15 94 nömrəsi ixtiyarınızdadır. Zəng vurun, canlı yayımda birbaşa mütəxəssisimizə suallarınızı ünvanlayın. Ülviyə xanım, elə birbaşa sualımla davam edeyim. Hansı əlamətlər valideyn üçün vaxt itirmədən mütəxəssisə müraciət etməliyəm siqnalıdır? Sizə ən çox verdiyim suallardan biridir bu. İstər televiziya verişində, istər radioda olsun. Bəli, burada kiçik yaşlı uşaqlardan danışırıqsa, məsələn, elə kəkələməni götürək. Əgər kiçik yaşlı uşaqlarda kəkələmə özünü göstərirsə, burada 2 yaş, 2 yaş yarım, 3 yaşa qədər uşaqları nəzərdə tuturuq. Valideyn diqqət yetirməlidir ki, bu kəkələmə uşaqlarda getdikcə azalır, yoxsa çoxalır. Əgər 6 ay müddətində bu kəkələmə getdikcə azalmırsa, əksinə çoxalırsa, bu ciddi siqnaldır. Nitq ləngiməsinə gəldikcə isə artıq 2 yaş yarımı var. Uşaq danışmırsa, fikirlərini ifadə etməkdə çətinlik çəkirsə, heç bir
söz bazasının artmasından söhbət getmirsə, deməli bu ciddi siqnaldır. Və yaxud digər patologiyalardan, məsələn, səs tələffüz pozulmalarından biz 4 yaş yarıma qədər normal hal hesab edirik ki, uşaqlar normal inkişaf edir. Onlarda hansısa bir səslərin düzgün olmayan tələffüzü özünü göstərir. Əgər bu hallar 4 yaşına qədər uşaq inkişaf etdikcə bu hallar aradan qalxmırsa, yəni bu səslərin düzgün tələffüzü formalaşmırsa, deməli bu ciddi siqnaldır. Hər bir patologiyanın özünün gedişinə görə onun yanaşma tərzi olmalıdır. Çox təşəkkür edirəm. Qısa bir musiqi fasiləmiz var. Təkrar qayıdacağıq, dalğanı dəyişməyin. Söndü, söz otlandı. Saçların yine açtı coştu, dalgalandı. Gözler bir bakışınla beni alıştırdı. Ay gözüm sende, sözüm geride kaldı. Ne diyeyim ürek az kala dayandı. Var mı aktar göz dolan bütün bu dünyanı. Sevgi bedrini bilenlerin olmalıdır. Ama benden sana bir balaca məsləhət var. Yüreğinde saklama sevgini. Aç danış mənə ne hissettiğini. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Sözler bazen çaresizdir, çok acısı. Sözler bazen mənasızdır, kuru sesli hisler. Benim gözlerimde gizlenirdi. Yaxşı bak görebilərsən sevgimi. Ay gözlerimde gör işitme istediğini. Biz de sen görebilərsən sevgimi. Gözlerimle oku duymak istediğini. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Kara gecelere söyle, güneşin özüne söyle. Koş etsin bütün dünya, sevdiğini söyle. Sevdiğini söyle, bana sevdiğini söyle. Real FM reklam. Real FM reklam. Real FM'də son dəqiqə. Azərbaycanda jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmailova şöhrət ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Ölkə başçımızın digər sərəncamı ilə isə Rauf Göyüşoğlu Vəliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə Əfqan Süleymanoğlu Cəllov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib. Real FM, Real FM.
Təkrardan axşamınız xeyir olsun. Biz qaldığımız yerdən davam edirik. Son dəqiqə xəbərlərimizi də çatdırdıq. Xoş dinləmələr. Maraqlı bir mövzu üzərində danışırıq. Qeyd edim ki, studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin baş loqopedi Ülviyə xanım Qurbanovadır. Mövzumuz isə danışır psixoloqda bu gün nitq patologiyalarıdır. Təbii ki, suallarınızı 077 710 71 07 WhatsApp xəttimizdən bizə ünvanlaya bilərsiniz. Mütəxəssisimiz burdaykən bu fürsəti dəyərləndirib cavabları, müzakirələri bərabər həll edə bilərik. 404 15 94 nömrəsi ixtiyarınızdadır. Zəng edin, birbaşa canlı yayımda bizimlə suallarınızın cavabını tapın. Ülviyə xanım, istərdim təkrardan davam eləyək mövzumuza. Ən vacib və ən maraqlı mövzudur əslində. Valideynlərin daim sual verdiyi, istər televiziya proqramlarımızda, istər radio proqramlarımızda, istər brifinqlərdə, hər bir monitorinqlərdə ortaya atılan texnologiyanın inkişafıdır. Ki bu texnologiyanın inkişafı bizə bu gün nə qədər xeyir etsə də, sərfəli tərəfləri olsa da, bundan faydalana bilsək də, bəzən biz bunu uşaqlarımızda, evladlarımızda doğru tətbiq edə bilmirik. Ya kontrol itirik, onların mobil telefon istifadəsindən, kompüter istifadəsindən, internetə əlçatan olmasının istifadəsində kontrol itirik. Bizim bir 15 il, 10 il bundan qabaqçı uşaqlığımızda bu qədər məlumata əlçatan değildik. İnformasiya bu qədər kirli değildi, informasiya bu qədər tez çatan değildi. Yazılı mətbuat daha aktiv idi, televiziyalar daha güvənli idi məlumat almaq üçün. Bugün artıq sosial medialar uşaqlarda bir asıllıq, hətta deyərdim bağlılıq yaradıb. Sosial mediadan da keçsək, uşaqların bugün ekran asıllığı çoxdur. İstər cizgi filmlər olsun, istər oyunlar olsun. Bugün biz müşahidə etdiyimizdə çöldə, evdə, yaxınlarımızda, tanışlarımızda valideynlər uşaqlarına artıq telefon qarşılığında yemək yedizdirir, planşet qarşılığında bağçaya aparır. Yəni bir çox şeylər artıq belə qarşılıqlı rüşvətə dönüşür. Ən böyük problemlər də elə bunlardan başlayır. Əslində 3 yaşına qədər uşaqlarda, mən 3 yaşda deməzdim, biraz da çox deyərdim. 1-5-6 yaşına qədər uşaqlara TV, planşet, internet qəti surətdə qadağan olmalıdır. Qəti surətdə. Yəni uşaq nitq açılmamış, uşaq böyüməmiş artıq o internetin qabağındadır. Burada ekran dəyişiklikləri, TV, planşetlər, burada ekran rəngarənglik uşaqların diqqətini cəlb edir. Uşaqlar artıq danışmaq istəmirlər, ünsiyyət qurmaq istəmirlər. Orada nitqə olan problemlər, mənfi bu deməli fəsadlarla yanaşı, həm də onların davranışlarında müəyyən problemlər özünü göstərir. Uşaq sanki elə ekranda nələr görürsə onu tətbiq etməyə başlayır. Artıq bu uşaqların həm psixologiyasına, həm nitq inkişaflarına öz mənfi təsirini göstərir. Bax, bəla da elə buradan başlayır. Ona görə də uşaqlar gec danışırlar, aqressiv böyüyürlər. Ümumiyyətlə nitqində də tutaq ki, cümlə qurmaqlarda çətinlik çəkirlər. Burada ən başlıca problem ünsiyyətin olmamasıdır. Yəni telefon asıllığı, ekran asıllığı və uşaqlar öz aqressiyasını, əgər imtina olunduqda belə öz aqressiyalarını da uşaqlar göstərməkdən çəkinmirlər. Bir nüansa da toxunmaq istəyirəm. Siz mütəxəssis olaraq bunu daha aydın və daha açıq izah edəcəksiniz. Əminəm ki, ona görə bu sualı sizə verirəm. Biz bəzən uşaqların nitqində yaranan problemləri təqlid etmə deyirik. Yəni Bəli. eşitdiyini təqlid edir və o vərdişə dönüşür. Səhvim olsa düzəldin, xahiş edirəm. Çünki sahəniz çox həssas sahədir. Burada hansısa bir nüansı yanlış ifadə etmək istəmirəm. Olmaz. Çünki maşallah siz özünüz Təşəkkür edirəm. Bəli, məlumatlısınız. Bilmək istəyirəm ki, məsələn, xırda bir nümunə verəcəm burada. Maşa və Ayı cizgi filmindəki Bəli. xarakterlərin bir çoxunun səsləri fərqlidir və uşaqları sevimli bir cizgi filmidir bu. Oradakı Maşanın davranışlarını psixoloqların hər zaman müzakirə etdiyimizdə soruşam, deyirlər, bəli, təqlid edir uşaqlar bunu. Orada evi dağıtması, evə və özünə zərər vermə də var o cizgi filminin Bəli, içində bəli, xarakterik bəli, olaraq. Səsində olan problemi mən bir çox uşaqda müşahidə eləmişəm. Elə öz yaxın qohumlarımda da görmüşəm ki, evdə uşaqlar o səslə danışmağa çalışır. Ümumiyyətlə aqressiya həm davranışda, həm də nitqdə özünü göstərir. Həm o səsinin tonu ilə aqressiyasını bildirir, həm də davranışları ilə bildirir. Ümumiyyətlə uşaqları ünsiyyət inkişaf etdirən ancaq ünsiyyətdir. Ünsiyyətdə də ilkin olaraq ailə üzvləri olmalıdır və uşaq real olaraq görməlidir və o danışmalıdır. Yəni ekran başında tutaq ki, siz dediyiniz, qeyd etdiyiniz kimi yedizməklə, yatmaqla təsəvvür edin, mən elə bir hadisələrin şahidi olmuşam ki, heç yaş tamam olmamış uşaqlara ana ekrana söyküyür, uşaqlar elə ona baxır, o kadrların dəyişməsi və uşaq sanki ağlamır da, elə sakit oturur. Niyə
Necədir bunu valideynlər Bu Ülviyə xanım? deyərdim məsuliyyətsizlik, valideynin Öz özünün rahatlığını rahatlığı, düşünməsi. bəli, digər işləri ilə məşğul olması, o elə başa düşür, valideyn elə başa düşür ki, uşaq ekrandan daha çox şeylər mənimsəyir, amma burada fəsadlar daha böyükdür. Ona görə də ola bilər 10 yaşında uşaq təbii ki, internet səhifələrindən ona lazım olan məlumatları ala bilər. 9 yaşında, hətta 8 yaşında uşaq. Məncə Amma məhdudlaşdırılmış dərəcədə, nəzarətlə. Nəzarət altında olmalıdır, amma kiçik yaşlı uşaqlara qəti surətdə qadağan olunmalıdır. Ekran, TV vasitələrdən, çünki uşaqların həm burada psixoloji durumuna, həm də nitq inkişafına ciddi fəsadlar törədir. Çox təşəkkür edirəm. Telefon xəttində dinləyicimiz var. Eldar bəy bizimlədir. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Təşəkkürlər, siz necəsiz? Çox təşəkkür edirəm bizdə. Necəsiz artıq bizim danışıb psixoloqun ənənəvi sualıdır. İstər televiziyada, istər radioda. Ümid edirəm yaxşısınız və buyurun sualınızı dinləyirik. Mən bir sualım var idi. Mənim dostumun 40 yaşı var. Son 5 ildir bu artıq danışanda dil topu vurmağa başlayıb kəkələyir. O nə ilə əlaqədar ola bilər? Bunu öyrənmək istəyirdim. 40 yaşında dili topu vurur, kəkələyir. Son 5 ildir amma. Dinləyicimizi mən də salamlayıram, təşəkkürümü bildirirəm diqqətinə görə. Bu mərkəzi sinir sisteminin əlaqədardır, zəifliyi əlaqədardır. Çünki bizim mərkəzi sinir sistemində oyanma və tormozlanma proseslərinin qarşılıqlı əlaqəsinin balansın pozulması nəticəsində nitqin idarə olunması pozulur. Yəni ki, ola bilər ki, əvvəldən orada hansısa bir fəsadlar olsun, sadəcə olaraq orqanizm daha sağlam olduğuna görə biruzə verməsin. Artıq getdikcə burada dəyərləndirilməlidir ilk növbədə. Həyat şəraiti gəlir, onun yaşayışı, işi, yəni psixoloji durumu, kəkələmə ilə psixoloji durum bir-biri ilə sıx bağlıdır. Burada həm onun sinir sisteminin Amma istərdim Eldar bəyə bu fəaliyyəti- sualda verəsiniz ki, həmin o yoldaş bəhs etdiyi dost Eldar bəy xəttədimi? Alo. Bəli, xəttə. Hər hansı bir avtoqəza, hər hansı bir travma bunlar da Bəli, səbəb mən də ola bu- bilirmi? bəli, Yaralanma. Ona görə deyirəm ki, ümumi yaşayış tərzi, onun halı, yəni bunlar fəsad, müəyyən o sinir sistemi fəsadları o kəkələmənin yaranmasına səbəb ola bilər. İndi biz bilmirəm açıqlamaz daha nədən qaynaqlandığını, onda daha belə dəqiq fikrimizi bildirə Amma bilərik. mərkəzi sinir sistemi ilə bağlıdır deyirsinizsə, mütləq ki, birinci bəli, nevropatoloqa burada, müraciət etməlidir. Burada ilk növbədə həyat tərzi, əgər müəyyən biz bayaq da qeyd etdik ki, orqanik kəkələmə var. Bu istənilən yaş səviyyəsində özünü göstərə bilər. Burada əgər orqanik kəkələmədən söhbət gedirsə, deməli ciddi fəsad burada Orqanik kəkələmə nədir Ülviyə xanım? Orqanik kəkələmənin iki növüdür. Bu funksional kiçik yaşlı uşaqlarda özünü göstərir, amma orqanik burada ciddi zədə var, mərkəzi sinir sistemindədir ciddi zədə. Ali sinir fəaliyyətinin hər hansı bir dərəcədə pozulması nəticəsində ortaya çıxır bu zaman kəkələmə. Yenə sizi studiyamızda tapmışkən, siz mənim üçün tapıntı olursunuz Çox sağ həqiqətən. olun, Sizinlə təşəkkür veriş edirəm. aparmaq, müzakirə etmək, sizin danışdıqlarınızı moderator olaraq izləyiciyə, dinləyiciyə çatdırmaq mənim üçün həqiqətən böyük bir şansdır. Çünki siz bizim çox dəyərli mütəxəssisimizsiniz. Sadəcə bizim deyil, valideynlərin, Logos Psixoloji və Nitq Mərkəzinin illərin təcrübəsi var sizdə və sizinlə yenə deyirəm, şanslı hiss edirəm özümü veriş sağ olun, apararkən. Ona görə də daha çox sosial tərəflərdən sual verəcəm sizə. Patologiyaları və elmi tibb araşdırmaları onsuz da istədiyimiz zaman açıb oxuya bilirik. Bəli. Valideynlərin günlük həyatda rastlaşdıqları, amma fərqində olmadıqları mövzulara toxunmaq mənə daha çox aparıcı olaraq zövq verir ki, əslində görüb, hətta anonslarımızda deyirik, görüb görməzlikdən gəldiyimiz, bəlkə də görmədiyimiz nüanslar var. Növbəti bu sualımı verirəm sizə. Bir çox uşaqlar çox dilli ailələrdə böyüyür. Bəli. Bunu dəfələrlə danışmışıq sizlə. İstərəm yenə bunu bir açıqlama verəsiniz. Bir uşağın bir neçə dili olur. Məktəbdə aldığı təhsillə bağlı, evdə alışılmış dillə bağlı. Xüsusilə Azərbaycanda uşaqlar bir çox məktəb, özəl məktəblərə də gedirlər, kurslara da gedirlər. Bəzən valideynlər düşünür ki, uşağım çox təhsil alsın və vaxtı səmərəli keçsin, dil öyrənsin. Belə deyim, qaş qardığımız yerdə göz çıxardırıq. Mən belə deyərdim ki, bəzən valideynlər istəyirlər ki, uşaqları daha çox dil bilsin. Əgər çox dil bilərsə, onda daha yaxşı inkişaf etmiş Dil olur. bilməsi yaxşıdır. Hər bir valideyn istəyir uşağı təhsilli və savadlı olsun. Amma istəyirəm toxunasınız ki, harda, nə zaman, necə başlayır. Mən də onu vurğulamaq istəyirəm ki, çox dilli olmağın, çox dilləri bilməyin heç bir mənfi tərəfi yoxdur. Sadəcə olaraq burada uşaqdan söhbət gedir. Uşağın nitq inkişafından söhbət gedir. Uşağın nitq inkişafında ancaq ana dili formalaşmalıdır. Yəni 5 yaşına qədər uşağın ana dili formalaşmalıdır. Ana dili formalaşmış uşaq, bəli, paralel olaraq ikinci
bir dili öyrənə bilər. Əgər evdə həm Azərbaycan dili, həm rus dili işlənirsə və uşaq ana dilində daha yaxşı başa düşürsə, o ikinci bir dili zaten öyrənəcək. Çünki uşaq eşidir o dili. Amma bəzən ailələrdə ikinci bir dil yox, ana dili Azərbaycan dilidir, amma uşağa cəhd olunur ki, ikinci bir dil öyrənilsin. Valideyn özü o ikinci bir dildə danışmadığı halda o uşağa məsələn rus dilini, ingilis dilini öyrədir. Yəni bu uşağın nitqinə ciddi maneələr törədir. Uşağın nitqi ana dilində formalaşmalıdır. Ana dili formalaşmış uşaq və ikinci, üçüncü bir dili öyrənə bilər. Və bir də burada yaxşı olar ki, 5-6 yaşından sonra ikinci bir dillər öyrənilsin. Təşəkkür edirəm. Dəyərli dinləyicilərimiz 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarınızdadır. 404 15 94 nömrəsinə zəng edə və birbaşa studiyamıza bağlanaraq suallarınızı mütəxəssisimizə ünvanlaya bilərsiniz. Kəkələmə İstəyirəm biraz ondan danışaq. Niyə kəkələmə deyirəm? Çünki biz nitq patologiyaları dediyimizdə, uşaqlarda və ya böyüklərdə nitq problemi dediyimizdə ağla ilk gələn kəkələmə olur. Bəli. Daha çoxmu bu patologiyanı görürük Çünki biz yoxsa? daha çox rastlaşırıq bu halla. İstər uşaqlarda, istər böyüklərdə. Bu bizim həm yaşayış tərzimizdən irəli gəlir və bir də uşaqların, böyüklərin inkişafından irəli gələn bir ciddi fəsaddır. Ona görə də bizim daha çox rastlaşdığımız hal belə kəkələmə. Yox, bəs kəkələmə psixoloji səbəblərdən yaranır yoxsa bioloji amillər də burada rol oynayır? Ümumiyyətlə kəkələmənin əmələ gəlməsinə həm bioloji amillər də belə təsir göstərə bilər, həm də psixoloji. Yəni ki, burada artıq onun dəyərləndirilməsindən sonra, diaqnostikasından sonra həmin şəxsin bilinir ki, burada fəsad nədəndir. Təbii ki, psixoloji amillər də öz növbəsində təsir göstərir. Məsələn, bəzən pasiyent müraciət eləyir, o heç bir halda kəkələmir, yalnız qorxduğu, həyəcanlandığı halda kəkələyir. Təbii ki, bu psixoloji durumdan irəli gəlir ki, artıq stres vəziyyətində bu özünü nitqdə olan bu proseslər özünü göstərir. Bu hal təbii ki, kəkələmənin ən yüngül dərəcəsidir. Sırf psixoloji durumla bağlıdır. Və digər bir hallar da var ki, artıq orada ailə daxili münaqişələr, sosial faktorlar, məktəb daxili olan təzyiqlər, ailə daxili olan təzyiqlər. Bax, bu psixoloji mühitdə baş verən kənara çıxmalar təbii ki, uşaqların nitqinə də təsir göstərir və kəkələmə fonunda özünü bu büruzə verir. Nitqdə olan bu kənara çıxmalar. Çox təşəkkür edirəm. Qısa bir musiqi fasiləmiz var. Dalğanı dəyişməyin, təkrar davam edəcəyik. Yanındaydım danışmadı, bir yerdeydik alışmadı. Eşkimize yağış yağdı, heç oldu getdim. Yanındaydım danışmadı, bir yerdeydik alışmadı. Eşkimize yağış yağdı, heç oldu getdim. Yayın qızmar çağındasan, qışın çoğun anındasan. Yaxındasan, uzaqdasan, yenə mənimləsən. Hər an qəlbimdəsən, ürəyimdəsən. Sevən qəlbimləsən, sən mənimləsən. Hər an qəlbimdəsən, ürəyimdəsən. Sevən qəlbimləsən, sən mənimləsən. Sevgimiz bir solğun çiçək, uçdu yerə ləccək. Vaxtsız yağanların qar tək heç oldu getdi. Sevgimiz bir solğun çiçək, uçdu yerə ləccək. Vaxtsız yağanların qar tək heç oldu getdi. Yayın qızmar çağındasan, qışın çoğun anındasan. Yaxındasan, uzaqdasan, yenə mənimləsən. Hər an qəlbimdəsən, ürəyimdəsən. Sevən qəlbimləsən, sən mənimləsən. Hər an qəlbimdəsən, ürəyimdəsən. Sevən qəlbimləsən, sən mənimləsən.
Axşamınız xeyir olsun. Təkrardan qaldığımız yerdən davam edirik. Danışır psixoloq deyirik. Studiyamızın qonağı Logos Psixoloji və Nitq Mərkəzinin baş loqoped Ülviyə xanım Qurbanovadır. Biz hazırda Danışır psixoloq verilişində nitq patologiyaları haqqında danışırıq. 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarınızdadır. Yazıb suallarınızı ünvanlayın, cavablandıraq. 404 15 94 nömrəsi ixtiyarınızdadır. Birbaşa canlı yayımıza zəng edib suallarınızı ünvanlaya bilərsiniz. Elə dərhal keçid alım sponsor haqqında məlumatımıza 2014-cü ildən etibarən fəaliyyətə başlayan Logos Psixoloji və Nitq Mərkəzi artıq 10 ildən çoxdur ki, bütün yaş qrupları üzrə psixoloji xidmətlər göstərir. Mərkəzdə klinik psixologiya, uşaq və yeniyetmə psixoterapiyası, nitq və inkişaf pozuntularının diaqnostikası və korreksiyası sayəsində peşəkar yanaşma təqdim edilir. Gecikmiş danışıq və nitq inkişafında problemlər, autizm spektr pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, yeniyetmələrdə depressiya və özgüvən problemi, şəxsiyyət axtarışı, sosial fobiya, panik atak, obsessiv kompulsiv pozuntular və yuxu problemləri, ailə daxili münasibətlərin psixoloji məsləhətləndirilməsi, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi ilə yanaşı, eləcə də psixoloji və nevroloji problemlərin bərpasında mühüm rol oynayan müalicəvi idmanla dəstəkləyici proqramlar həyata keçirilir. Mərkəz peşəkar mütəxəssissiyyəti ilə Gəncə, Bərdə, Lənkəran və Quba şəhərlərində, həmçinin Sumqayıt və Bakı üzrə Gənclik, Yasamal, Əhmədli və Xırdalan filiallarında xidmət göstərir. Adı çəkilən şəhər və bölgələrdə yerləşən filiallardan peşəkar dəstək almaq və qeydiyyatdan keçmək üçün Ulduz 46 48 nömrəsinə 724 zəng edə bilərsiniz. Ülviyə xanım, maraqlı bir müzakirədir ki, kələmədən danışdıq musiqi fasiləsindən öncə. Ümumiyyətlə nitq patologiyalarının müalicəsində loqoped və psixoloq birlikdə işləməlidirmi və ya mənim ünvanladığım bu iki ixtisasda başqa hansısa yanaşı proseslər davam etdirilməlidirmi? Əslində bu uşağın və yaxud pasientin durumundan asılı olaraq həyata keçirilir. Təbii ki, uşaqların ümumi inkişafından söhbət gedirsə, biz burada həm psixoloqla da əlbir işləyə bilirik, pedaqoqla əlbir işləyə bilirik, bəzən fizioterapiyalarla əlbir işləyə bilərik. Burada sırf standart bir proqram yox, uşağın inkişafına və yaxud pasientin inkişafına uyğun olaraq bir proqram tərtib olunur və burada əlbir olan, bizlə əlbir işləyənlər həkimlər ola bilər. Ən çox biz nevropatoloq, nevroloqlarla paralel olaraq işləyirik, psixoloqlarla paralel olaraq işləyirik, pedaqoqlarla paralel olaraq işləyirik. Burada ümumi məqsəd uşağın həm psixoloji, həm pedaqoji inkişafını önə çıxarmaqdır. Və bu baxımdan dəstəyə, bəli, məsələn tutaq ki, uşaq nitqin ümumi ləngiməcisidirsə, burada təbii ki, pedaqoji dəstək bizə ehtiyacdır. Uşağın əgər analiz etmə bacarıqları zəif inkişaf edirsə, təbii ki, psixoloji dəstək bizə burada köməkdir. Yəni bax bu kimi hallarda bəli, kompleks iş tətbiq olunur. Doğru bilinən yanlışlar deyirik. Bu sahədə də çoxdur doğru bilinən yanlışlar. Bu sualımı qaldığım yerdən davam edəcəm. Dinləyicimiz var, daimi dinləyicimiz Günay xanım bizimlədir. Alo, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz? Yaxşıyam, sağ olun. Yaxşı olasınız. Təşəkkürlər zənginiz üçün. Buyurun, sualınızı ünvanlayın, biz seçdirik. Çox maraqlı sualınız var. Kəkələməklə bağlı mövzumuz daha doğrusu var. Mən sual vermək istəyərdim. Yəni necə köməklik edə bilərsiniz insanlara ki, o hərf səhvləri olanda, məsələn, hərf səhvlərində deməli kəkələmək olur da, səhv eləmirəmsə. Onlarda necə onu düzəltmək olar da onu? Dinləyicimizi mən də salamlayıram, Günay xanımı salamlayıram. Təşəkkür edirəm sualına görə. Bəli, bəzən kəkələmə hər hansı bir səslə başlayanda daha çox, məsələn, B səsi ilə başlayanda və yaxud P, M səsi ilə bu fərqlidir. Hər bir pasientin deməli inkişafından asılı ola bilər. Bu qıcolmalardan irəli gələndir. Qıcolmalar ya nəfəsdə özünü göstərir, ya artikulyasiyada özünü göstərir, ya da ki, səsdə özünü göstərə bilər. Burada daha çox artikulyasiya şöbəsində olan qıcolmalar daha çox dodaq səslərində, dodaq samitləri ilə başlayan səslərdə olur ki, onlara da mütləq terapiyalar, dərslər zamanı həm yüngül sığallayıcı masajlarla həmin artikulyasiyada olan gərginlikləri aradan qaldırmaq mümkündür və bir də müəyyən təlimlər, təmrinlər, daha doğrusu məşqlər vasitəsilə bunlar aradan qaldırılır. Tamamilə doğrudur ki, bəzən müəyyən səslərlə bağlı kəkələyən şəxslərin problemləri olur. Məsələn, etiraf edirlər ki,
ki, mən heç vaxtı b səsi ilə başlayan söz deyə bilməzdim. Amma təmrinlərdən, tapşırıqlardan sonra onları da yerinə yetirirdim. Yəni bu hərflərə zənginiz üçün təşəkkür edirəm dinləyicimizə. Əslində bir takıntı kimi də həmin pasientlərdə bu özünü göstərir. Burada həm psixoloji durumdan asılıdır. O elə bilir ki, həmin kəkələyən şəxs elə bilir ki, sanki tutaq ki, məsəl üçün b səsi ilə, p səsi ilə başlayan bir söz desə kəkələyəcək. Halbuki o artıq bir psixoloji bir takıntı da əmələ gətirir. Yəni bilmək istəyirəm, hərflərlə bağlı əgər problem varsa bu sırf kəkələmə mi sayılır yoxsa? Səs tələffüzü qüsurudursa bu artıq ikincili xarakterli bir qüsurdur. Amma burada mən belə başa düşürəm ki, dinləyicimizin dediyindən var belə hallar ki, artikulyasiyada olan qıcolmalar nəticəsində müəyyən səslərlə başlayan sözlərdə kəkələyən şəxslər əziyyət çəkirlər. Təşəkkür edirəm. Sizə də təşəkkür edirəm. Buyurun. Dinləyicimizə də zəng üçün təşəkkür edirəm. Qaldığımız yerdən davam edək. Öncəliyimiz dinləyici və onun sualı olduğu üçün sualım yarımçıq qaldı. Doğru bilinən yanlışlar deyirdik. Hansı ki bütün sahələrdə var. Elə tibbdə də var, psixologiyada da var, təhsildə, hər yerdə, səhiyyədə, bütün sahələrdə yanlış bilinən məlumatlar var ki, biz onları doğru bilirik əslində. İstərdim siz daha çox qarşılaşdığınız loqopedik sahədə daha çox sizi narahat edən bir mütəxəssis olaraq ki, bu əslində belə deyil, amma valideynlər belə bilirmiş. Bizdə ən çox təbii siz vurğuladığınız kimi bizdə də var ki, özünü göstərir bu doğru bilinən yanlışlar. Bunlar ən çox kiçik yaşlı uşaqlara yanaşmada özünü göstərir. Bu hansı uşaqlarda nitqin ümumi geriliyi olan, nitq ləngiməsi olan uşaqlarda ki, bunlar daha çox böyüklər tərəfindən yönəldiləndir, baxışlardır. Əşi dayısı da belə danışırdı, danışacaq. Eybi yox, hələ balacadır, hələ nə yaşı var ki, tutaq ki 2 yaşı var, 3 yaşı var, biraz keçsin, böyüsün, danışacaq. Anası da 5 yaşında danışıb, atası da 5 yaşında danışıb. Yəni bax bu kimi və yaxud quş bildirçin yumurtası verməklə nitqi aktivləşir. Belə hallar da var ki, gedib axtarırlar, arayırlar, bildirçin necə formalaşıb bu mitlər? Və yaxud aparım, həkim bir iynə vursun, nitqi inkişaf etsin. Amma bunlar, bu kimi yanlışlar, yəqin ki bunlar... Son zamanlarda mən bunu da eşidirəm İlvə xanım. Danışmaq istəsə danışar, tənbəldir. Bəli. Bu kimi yanaşmalar... Oxumaq var idi bir ara belə, oxumaq istəsə oxuyar. Bu özümüzü sanki bu kimi yanaşmalarla sakitləşdiririk. Yəni ortaya çıxan bu problemi görmək istəmirik, qəbul etmək istəmirik. Bir növ özümüzü sakitləşdirməliyik. Amma əslində biz özümüzü sakitləşdiririk deyib qarşı tərəfi gələcəkdə çox ciddi inkişafını ləngidirik. Yəni 5-6 yaşında uşağın nitqi artıq formalaşmalıdırsa, əgər bu uşaq 4 yaşında, 5 yaşında danışmağa başlamayıbsa, deməli biz orada hansı inkişafdan söhbət gedə bilər? Tək burada nitq inkişafı yox, onun əqli inkişafı da. Çünki nitq və təfəkkür bir-biri ilə qarşılıqlı əlaqədədir. Uşağın nitqi inkişaf etmirsə, deməli təfəkkürü də inkişaf etmir. Ola bilər 2 yaşına qədər, 2 yaş yarımına qədər əgər uşaq bütün komandaları başa düşürsə, əməl edirsə, çox qısa sözlərdən istifadə edirsə, 2 yaşına qədər bunu normal bir inkişaf mərhələsi kimi qəbul etmək olar. Hətta 2 yaş yarımına qədər də qəbul etmək olar ki, bir halda ki, uşaq ona ünvanlanan bütün fikirləri başa düşür. Amma buna vaxtında düzgün yanaşmaq lazımdır. Ülfə xanım, biz sonlara yaxınlaşırıq. Sizin də bu bir saat necə keçdi bilmirəm. Dinləyicilərə də təşəkkür edirəm. Zənglər üçün sizə də çox təşəkkür edirəm. İstərdim sonda valideynlər ev şəraitində uşağın nitqini dəstəkləmək üçün nələr edə bilərə qısaca toxunasınız. Və həmişə qeyd etdiyim kimi ünsiyyət qurmaq lazımdır, söhbət etmək lazımdır. Uşaqların nitqini özünə, yaşına uyğun tərzdə inkişaf etdirmək lazımdır ki, bu falandır, bu nədir, onun başa düşəcəyi tərzdə məlumatlar vermək lazımdır. Oxulardan ona nağıllar danışmaq lazımdır, söhbət etmək lazımdır. Çox təşəkkür edirəm. Bugün biz Logos Psixoloji və Nitq Mərkəzinin baş loqopedi Ülviyə xanım Qurbanova ilə nitq patologiyaları mövzusunda çox vacib məqamları müzakirə etdik. Bir daha vurğulamaq istəyirik ki, erkən diaqnoz və vaxtında müdaxilə nitq problemlərinin həllində əsas rol oynayır. Nitq çətinliyi uşağın zəifliyi deyil və düzgün yanaşma ilə bu problemlər aradan qaldırıla bilər. Valideynlərə tövsiyəmiz odur ki, şübhə yarandığı andan etibarən gözləməsinlər və mütəxəssis rəyinə müraciət etsinlər. Sağlam nitq, sağlam ünsiyyət deməkdir. Axşamınız xeyirli, düşüncələriniz stabil olsun. Biz ayrılan vaxtın sonuna gəldik. Siz isə dalğanı dəyişməyin. Efirimiz həmkarım Tural Qaranın təqdimatında saat 19-a olan xəbər buraxılışı ilə davam edəcək. Sağ olun.